Bir davamına başlayaq 8-dən. Necə eləmişik 48-dən? Aşağıdakı tənnliklərdən hansının yalnız bir kökü sıfıra bərabərdir? Mən Ay, burada x kvadrat üzərinə gəlsin 3x bərabər sıfıra. Mən bunu götürə bilərik. Məsələn, C bəndində köklər hansılardır? C bəndinə mən 3 ilə 0. 3 ilə 1. -3 bir də 0-dır. Sonra Bəli. başqa? B-də. Necə mən? Yəni bir Mən köklərini B-də 3 ilə müsbət nə? 3-dən 1, -3-dür. müsbət 1, bir də 0. Yox. Çıxardırsa mötərizə xərcinə də, onda olacaq x kvadrat çıxılsın 1. Müsbət -1 olur da. Bəli. Sonra A variantında müəllim. ona görə doğru D variant variantında hansı götürürük deyirsən? D variantı. C variantı götürürük. Bəli, çünki Bəli. orada x mötərizə xaricinə çıxardanda olur nə? X üstə gəlsin 3 bərabərdir 0-a. Bir kökü 0-dır, bir kökü də -3-dür. Sonra 49-da tənliyin köklərinin fərqinin modulunu tapın. Mən burada x kvadrat çıxılsın 1 üzərinə gəlsin x kvadrat üzərinə gəlsin 1 bərabər 8-ə 2x kvadrat da bərabər 8-ə x kvadrat bərabər 4-ə x də bərabərdir 2-yə. Mən modul içərisində -2 ilə -2-ni toplayırıq. O da vururuq, o da eləyir 4. axı köklərinin fərqinin modulunu tap deyir. Bəli, mən -2 ilə -2-ni fərqini tapanda mən eləyir 4. Yəni toplayırıq. 2 mənfi mən toplamağa gəldik. Gəl tənliyi əvvəlcə həll eləyək. Deməli, onda olacaq x-in kvadratı, düzdürmü? Çıxılsın Bəli. 1, üstə gəl x-in kvadratı, üstə gəl 1. Ortaq məxrəcdə 2-dir, bərabər 4-ə. Və birlər ixtisar getdi. Oldu ki, x-in kvadratı bölünsün 2 bərabərdir 4. Buradan da x-in kvadratını aldın. Müsbət 4. X də bərabər oldu müsbət -2-yə. Düzdürmü? Bəli. Köklərin də fərqləri olacaq. Bəli, 4 olacaq. Doğrudur. C bəndi. Sonra 50-dən əməliyim həmin bundan tənliyin köklərin fərqinin modulunu tapın. hı. Mən burada da 2x-in kvadratı ilə x kvadrat üzərinə gəlsin. X kvadrat çıxılsın 1 Mən üzərinə getdiyim gəlsin yolla x zəhmət kvadrat. olmasa elə. Hı. Mənim x kvadrat çıxılsın 1 üzərinə gəlsin x kvadrat üzərinə gəlsin 1. Mən x kvadratlar gedəcək. Birlər gedəcək. X kvadratla 2 qalacaq, amma o da bərabər olacaq 18-ə. X kvadrat bərabər olacaq 9-a. X də bərabər olacaq 3-ə. Yəni -3 ilə -3-ü fərqini tapanda o da eləyəcək 6. Doğrudur. Sonra. Deməli, 50-nin də cavabı oldu B bəndi. 6. X üzərinə gəlsin 1, x çıxılsın 2 bərabər 10 tənliyin köklərinin fərqinin modulunu tapın. Mən burada x kvadrat Vurub açırsan da əvvəlcə. Vurub açmısan. mənim x kvadrat çıxılsın x çıxılsın 2 bərabərdir 10-a. 2 üstə gəlsin 2 çıxılsın 2 bərabərdir 10-a. Bəli. Bir tərəfə yığanda nətər olacaq? Mən bir tərəfə yığanda x
kvadrat çıxılsın x çıxılsın 12 bərabərdir 0-a. Mən köklər də oradan 4 ilə 3 olacaq. Deməli, vuranda mənfi 12 eləməlidir Səmral. Toplayanda isə müsbət 1 eləməlidir. O da deyirsən ki, 4 ilə 3-dür. 4 ilə 3 deyəndə hansı mənfidir, hansı müsbətdir? Yaxşı. Mən 4 müsbətdim, 3 mənfidir. Aha, 4 müsbətdir, 3 mənfidir. Bəli. Biri müsbət 4'tür, biri də mənfi 3'tür. İndi onların da köklər fərqi deyəndə 4'dən çıxırsan mənfi 3'ü. O nə verir sənə? Müsbət 7. Bəli, müsbət 7. C variantı. 52. Yenə mən həmin qayda ilə vurduq x kvadrat çıxılsın x çıxılsın 6 bərabərdir 14. Yenə müəllimi yan tərəfə, yəni bir tərəfə keçirdi. X kvadrat çıxılsın x çıxılsın 20 bərabərdir 0-a. Mən vuranda 20 eləməlidir, toplayanda müsbət 1, mənfi 20 eləməlidir, toplayanda müsbət 1. Mən burada da mən Yəni 5 ilə oldu 4 x'in 5 ilə kvadratı mənfi 4. çıxılsın 3x üstə gəlsin 2x çıxılsın 6. Düzdürmü? Bərabər oldu Bəli. 14'ün. Sonra mənfi 3x-la müsbət 2x bizə verəcək mənfi x. 14'ü o tərəfə keçirdin, elədi mənfi 20. Yəni x'in kvadratı çıxılsın x çıxılsın 20 bərabərdir 0-a. Hansı qiymətləri götürdün? Mən 5 ilə mənfi 4. Doğrudur. 5 ilə mənfi 4. Onların da köklər fərqi neçə verəcək bizə? Mən 9. Doğrudur. 53. Mən tənliyi həll edin deyir. Mən burada Ayrı-ayrılıqda 0-a bərabər edirsən. Y çıxılsın 5 bərabərdir 0-a. Y üstə gəlsin 4 bərabərdir 0-a. Kökləri neçə 5 ilə götürmüsən? mənfi 4. Doğrudur. 53'e de uygun olacak C bende. Sonra 54-də də müəllimə həmin qayda ilə ayrı-ayrı 0-a bərabərliyim. Mən y bərabərdir 2, y bərabərdir mənfi 3. A variantı. 2 mənfi 3. B biri variantı. müsbətdir, biri mənfidir. Yəni B B variantıdır. variantı. Bəli. 55. Kanun hansı qiymətində x kvadrat çıxılsın kx üzən gəlsin 23 bərabər 0 tənliyin kökləri natural ədəddir. Mən burada x1 ilə x2-ni toplayırıq. Yəni eləməlisən ki, vuranda 23 eləməlidir. Hansı ədədlər bir-birinə vuranda 23 eləyir? Məsələn, biri 23-ə vuranda. Çünki sadədir axı. Biri 23-ə vuranda 23 eləyir. Deməli, tənliyin köklərindən biri 1-dir, biri 23-dür. Onda onların cəmi neçə verəcək bizə Səmral? 24 verəcək. Bəli, 23 ilə biri toplayırsan eləyir 24. Ona göre de o tənliyin kökləri natural ədəd olacaq. A variantı. Aynı oldu. Bəli. 56'da da yeni qaynayan fikir verirsən. Köklər hasili 29'dur. Yəni nəyinə vuranda 29 eləyir? Mən 1 ilə 29-u Bəli, 1 ilə 29'u. Köklər hasili 29'u. Bəs köklər cəmi neçə olacaq onda? 30. Bəli, 30 olacaq. D variantı. 57. Mən 57-də tənliyin kökləri cəmini tapın. Mən burada x-in üzərinə 1 ilə gəlir eləyə bilərsən. bərabərlik. X plus 1-i nəyə əvəz edək? Məsələn, bir dənə t ilə əvəz edə bilərsən, bir dənə k ilə əvəz edə. Bir dənə hərf deyib o formada işləyə bilərsən. X plus 1-ə Bəli. məsəl üçün t deyirsən. Yazırıq x plus 1 bərabərdir t-yə. İndi qoyaq yerinə. Qoyanda yerinə tər olacaq. P-nin kvadratı düzdürmü? T-nin kvadratı çıxılsın 5-də üzərinə gəlsin 6 bərabərdir 0. Aha, köklərini tapaq. T1 bərabərdir 2, T2 bərabərdir 3. Bəli, vuranda müsbət 6 eləməlidir, toplayanda 5 eləməlidir. Biri 2'dir, biri 3'tür. Onda x plus 1'i bir dəfə müsbət 2'yə bərabər eləyir, bir dəfə də müsbət 3'ə. X plus 1 2'yə bərabər olmalıdır, bir dəfə də x plus 1 bərabər olmalıdır 3'ə. Neçə olacaq onda köklər?
Mən 2 və 3. Niyə 2-dən birini çıxırsan əvvəlcə? X plus 1 bərabər bax 2-yə. A, bəli. Yəni ona görə biri 1 olur, biri də 2 olur. Köklər cəmi neçə eləyir? Bəli. 3. Eyni qayda ilə 58-i indi lövhədə sən işlə. Bax, mən işlədiyim kimi gözləyirəm. Mən burada deyir tənliyin köklərinin cəmini tapın. Mən burada da bayaqki kimi Yenə də x e, plus 2-dən t- t-dir. bəli, mən t kvadrat çıxılsın 9 t üzərinə gəlsin 20 bərabərdir 0. Mən burada da yəni vuranda 20, toplayanda 9 olmalıdır. T bərabərdir, mən T1 bərabər 4-ə, T2 bərabər 5-ə. Köklərdə mən biri 4-dür, biri 5. X-ə bərabərdir, yəni 2 ilə 3-ə orada. Amma 2 ilə də 3-ün cəmini tapılırıq, eləyir 5. Deməli, 8-də də uyğun oldu S variantı. Aydın oldu da sənə. Bəli. Hər 9. Aşağıdakı işlənişlərdən hansısının 2 müxtəlif həqiqi kökü var? Mən burada diskriminant sıfırdan böyük olmalıdır yoxsa? Diskriminantla işləyəndə bəli, demişdik ki, 2 müxtəlif kökü olması üçün diskriminant sıfırdan böyük olur. Məsələn, hansında diskriminant sıfırdan böyükdür, onu tapmalısın. Mən Məsələn, A1 versən, B-nin kvadratı çıxılsın 4A ilə işləyirik də. 2-nin kvadratı 4-dür. bəli. 4 vurulsun 1. 4-dən də 4 çıxanda 0 eləyir. 0 0-a bərabər oldu. Kiçik olmalı. Mənim Da böyük mən olmalı. D-sində uyğun gəlir. Bəli, D-sində uyğun gəlir. Mənim üçün ki, böyükdür D-sində ədədlərdə. bəli, 8-in kvadratı 64-dür. 64 çıxılsın, 4 vurulsun 9. Yəni 64-dən 36 çıxırsan. Bəli. O da eləyir 28. Bəli, 28 eləyir. Gördüyün kimi bu böyükdür. Ona görə cavab olacaq D-dən. 60. Aşağıda tənnişlərdən hansının 2 müxtəlif həqiqi kökü var? Yenə də mən bayaq kimi mən burada iki- mən yenə də D variantıdır. Bəli, yenə də D variantıdır. 25-dən 20 çıxırsan 5 qalır. Və sıfırdan yenə də böyükdür. Hı. X-in hansı qiymətində 2x kvadrat çıxılsın 9x üzərində 9 ifadəsinin qiyməti x kvadrat çıxılsın 3x ifadəsinin qiymətinə bərabər olar. Bunun üçün bir-birinə bərabərləşdirməliyik. Yəni 2x kvadrat 2x çıxsın kvadrat 9x çıxılsın plus 9x 9 üzərində gəlsin bərabərlik 9 bərabərlik çıxarsın. 3x-ə. Keçirək bir tərəfə. Mən x kvadrat çıxılsın 6x üzərində gəlsin 9 bərabərdir 0. Doğrudur. Burada köklərini tap. Vuranda 9 elementdir, toplayanda da müsbət 6 element. 3 ilə 3. Bəli. Ona görə cavab 3 olur. 62. Mən yenə ifadənin qiymətini 2x kvadrat çıxılsın 7 ifadəsinin qiymətinə bərabər olar. Ne Mən burada da yazın? yenə mən bir tərəfə keçidəcəyik. X Hı. kvadrat çıxılsın 8x üzərinə gəlsin 16 bərabərdir 0-a. Yəni 4 ilə 4-dür. Mən burada da A variantdır. Doğrudur. 63. İki natural ədədin cəmi 21 və hasili 98 olarsa bu ədədin fərqini tapın. Mən burada 7 ilə 14 götürdüm. Toplayanda 21 eləyir, vuranda 98. Olar.
Buranda da 14-dən sən də 7 elədi 7. bunların da fərqi istədiyinə görə bəli 7 olacaq. 64. Mən burada da 23 ilə hasil 76-yı, 19 ilə 4-ü götürdüm. 19 ilə 4 toplayanda bəli 23 eləyir. Çıxanda da müəllim Matrixdə elədi 15. Çıxanda da bəli 15 eləyir. 65. Qanunun hansı qiymətində kx kvadrat çıxılsın 4x üzərinə gəlsin 6 bərabər 0 kvadrat tənliyinin kökləri 2-yə bərabərdir. Hı. Ama kökler cəmidə. Mən burada mən e, x1 ilə x2-ni Yerine de topluyoruz, koyup bərabərlik toplayabilirsen aslında. Kökler cəmi mesela x1 plus x2 bizde beraber olmalıdır 2'ye. Necə işləmişik? Gəlsin cavablarla bir dənə yoxlayaq. Məsələn, tutaq ki, yerinə 2 qoyuruq. Olur 2x-in Bəli, kvadratı, çıxılsın 4x, üstə gəlsin 6, düzdürmü? Onda 4'ü nəyə bölürsən burada? 2'ye bölürsən. Eləyir neçə? 2. Yəni x kvadrat çıxılsın 2x, üstə gəlsin 3 bərabər üstə. Gördüyün kimi köklər cəmi neçə elədi? Müsbət 2 elədi. Köklər cəmi ortada olur, köklər hasili isə burada olur. Aynı oldu. bəli. Ona görə cavabımız olacaq cəbran. 66'da da yerine qoy qiymətlərdən. Gör hansının tənliyinin köklər cəmi sənə 2 verəcək. Əgər burada 8 isə 8'i biz neçəyə bölməliyik ki, köklər cəmi 2 eləsin? 8-in isə bölsün 24-ə. Neyse. Amma necə 4'ə bölməlisən? Çünki bizdə belə bir şərt var idi ki, bura mənfidirsə müsbət götürürük, müsbətdirsə mənfi götürürük. Mən o gəldim mənfi götürdüm. Bəli, mənfi götürürsən. Mənfi 4'ə böləndə çünki 67. Kvadrat x kvadratı çıxılsın 8x üzərinə gəlsin q bərabərdir 0 kvadrat tənliyinin köklərinin fərqi 4 olar. Q-nü tapın. Bəli, köklər fərqi. Yəni x1 çıxılsın x2 bizdə 4'dür. Bir də Bəli, burada bax köklər cəmi görürsən. Köklər cəmi nə qədərdir? x1 plus x2 nəyə bərabərdir? Necə 8'ə? mənfi. Müsbət. Orada bir Müsbətim, tərs. müsbət. Aha. Tərəf tərəfə Qarşısında topla. mənfi müsbət. Sistem tənliyi aldım. Tərəf tərəfə topla. Mən x kvadrat bərabərdir x1 2x2. Onlar gedir onlar atmam x0 gedir. x Aha. kvadrat. Bərabərdir mən 4-dən 8 topluyoruz. 12'ye. x1'i neçə tapdı? 6. 6. Apar qoy yerinə x2'ni də tap. Hansını da yerine qoysan usta ödəyir. Yox. Hansını da qoyaq yerinə. 1 Necə? Səmran, hansı tənlikdə yerinə qoyaq? x1'in yerinə 6'nı. mən aşağıdakı Qoyaq. Qoyduğun 6 sonra üstə gəl. x2 bərabər 8-ə. 2 də mən. Ay, x2'ni də 2 tapdı. Bəs Q-nü tap desək, Q nədir bizdə? Köklər hasili. Düzdürmü? Bəli. x1 vurulsun x2'dir. O neçə elədi? O da 12. Bəli. Növbətində. Bunun növbətisində 6-nın kvadratı çıx 4. Q bərabər 4-ə. Tənliyin kökləri fərqi 2 olarsa deyir. x1 Tamam, çıxılsın onda x2 x1 bərabər.
2'yə, x1 toplansın x2 bərabərdir 6-ya. Hı hı. X2-lər gələcək. Hı 2x1 hı. bərabərdir 8-ə. Hı hı. 2x1 də bərabər 4-ə. Hı hı. Mən x2 də 2-dir. Hı hı. 2 də 4-ə vururuq 8. Hı hı. Aynı oldu. Bəli. 69. X kvadrat çıxılsın 3x üzəngənsin 2 bərabərdir 0 kvadrat tənliyinin kökləri x1 və x2 olarsa, kökləri x1 üzəngənsin 1 və x2 üzəngənsin 1 kvadrat olan kvadrat tənlik qurun. Əvvəlcə buradan köklərini tap mənə. Vuranda 2 eləməli, toplayanda 3. 2 ilə -1. 1 ilə 2-ni götürmədin ki. 1 ilə 2. Deməli, x1 1-dir, x2 də 2-dir. Aynı oldu. Bəli. İndi x1 plus 1, bir də x2 plus 1 olan kvadrat tənlik qurmalısın. Necə eləyək onda? 1 üstə gəl 1, 2. 2 üstə gəl 2 1, 3. 3. 3. Deməli, 3 ilə nə olmalıdır? 2 olmalıdır. 3 ilə 2 baxaq görək harda var. Məsələn, vuranda 3 2-yə vuran neçə eləyir? 6. 6, bəli. Toplayanda isə 5 eləyir. Hansı tənlikdir orada? Toplamda 5 B variantı. B ilə C variantı. C, B niyə ki? 4 oldu. Vuranda 6 eləməliydi. Hə, buranda 6 oldu. 70'ini sen yazıyorsun. Mən 70-də yenə həminki qayda ilə mən 4 müsbət vuranda 3, toplayanda 4. Hmm. 3 ilə 1, Hı hı. Bir üstüne bir geldin. 2. Üç üstüne bir 1, geldin. 34. Hı hı. Tenliğin kökleri 2 ve 4'tür. İndi kur tenliği. Hansı da göreceği yoktu. 2 ve 4 dedim. 2, 2, 4, 8. Buranın 8. Mən B variantı. Böyle. Aydın da Bəli. 71 buyur. X kvadrat çıxılsın 5x üzəngənsin 3 bərabər 0 kvadrat tənliyinin kökləri x1 və x1. x1 üzəngənsin 1, x2 üzəngənsin 1 ifadəsinin qiymətini hesablayın. Hı hı. Mən burada x1 üzərinə gəlsin 1, x2 üzərinə gəlsin 1 bərabərdir x1, x2 üzərinə gəlsin x1 Aysa üzərinə gəlsin açırsın. Düz verirsin. X1, X2 üste üzərinə gel. gəlsin X1 1 bərabərdir yəni üste gel. X2 3 üste üzərinə gel gəlsin 1. 5 üzərinə gəlsin 1 bərabər 9-a. Şimdi bak burada X1 bölsün X2 burada var da 3'tün. X1 üste gelsin X2 neçədir? 5'tin. Yerine 5. koyursan. 8 üste gel 1 9 eləyir. Bunu da bura aç. Hə, 72-də əməli. X1'e vurursan X2 olur X1 X2 üste gelsin. Sənə gəlsin 2x1, x2 X1 üzərinə bəli 4. Burada X1 gəlsin vurursun 4 X2 bərabərdir. bilirsən 1'dir. 1 üzərinə gəlsin 2 Şimdi çıkardığında vurursun mörtərizə 4 faizine olur X1 plus X2 plus 4. Bu da bəli. 4'tü ki 4'e varana 8 eləyir. 1 üste gel Üzərinə də 4 8 olur. üste gelsin 4. 13. 72'ye de uygun oldu be bende. 73. Kökləri 2 üzərinə gəlsin kök altında 3 və 2 çıxılsın kök altında 3 olan kvadrat tənliyi qurun. Deməli vurmalısan bir de toplamalısan da. Əvvəlcə bura. 2 kök altında 3'ü vurmalıyam. 2 çıxılsın kök altında 3'ü. Kökler hasidir çünkü burada olur. A üstə gəl bir, A çıxılsın bir. Neyin düsturudur? Bir dəfə çıxıb bir dəfə çıxıb. Bildim də bir dəfə çıxmışıq, bir dəfə toplamışıq. Bu neyin düsturudur?
Mən A kvadratı çıxılsın B kvadrat. Ayşe. A'nın yerinə nə durur? 2. 2'nin kvadratı 4. Kök altında 3'ün kvadratı neçə eləyir? 6. 3. 9. 4'ten 3. de 3. 3'ten 1. Kökler arası da 1'dir. Şimdi kökler cəminə baxırıq. 2 plus kök altında 3 plus 2 çıxılsın kök altında 3. Getdi Bəli. ixtisar. 2 ilə 2'nin toplayında 4. 4. Demək hansı variantdır? Mən C variantı. Bəli. Toplayanda 4 olmalıdır. Vuranda da 1 olmalıdır. 74. Mən 74-də kökləri üst sözlərin gəlsin kök altında 2 və 3 çıxılsın kök altında 2 olan kvadrat ənliyi qurun. Toplasaq Mən 6 eləyir. bəli, Vuranda neçə digər eləyir? 2. 9 çıxılsın 2, yəni 7 eləyir. İndi hansı variantdır? Çünkü 3 plus kök altında 2, 3 çıxılsın kök altında 2. Bunu yazsaq, birincinin kvadratı neçə eləyir? 9. Kök altında 2'nin kvadratı. 2. Aha, çıxdıq neçə aldıq? 7. Gördüğün kökler Bəli. arası 7 oldu. Kökler cəmi 6 oldu. Yəni hansı variantdır? A variantı. 75. 75-də K-nın hansı müsbət qiymətində x kvadrat üzərinə gəlsin x üzərinə gəlsin K bərabər 0 kvadrat ənliyinin 2 bərabər kökü var. Ne var? 2 beraber kökü olurdu. Diskriminasiya sıfırdan fərqli olundu. Beraber olanda. Mesela Bərabər diskriminasyası olundu. neçədir? B kvadrat çıxılsın 4AC-dir. AC. Qoyun K'nın kvadratı çıxılsın 4 vurulsun K bərabərdir 0-a. Buradan da K'nın mötərizə fərqini çıxarsaq bir dənə 0 olur, bir dənə 4 olur. Deməli cavab nə oldu? D 4. variantı. 76. Mən burada da K-nın hansı mənfi qiymətində x kvadrat üzərinə gəlsin, kx üzərinə gəlsin, k üzərinə gəlsin 3 bərabər 0 kvadrat ənliyinin 2 bərabər kökü var. Bəli. Mən burada da k kvadrat çıxılsın 4k üzərinə gəlsin 3 bərabər 0. Ama 4'ü K-nın kvadrat vurasana çıxılsın K plus 4k 3'e çıxılsın mötərizəyə 12 aiddir. bərabər 0. O da 6 ilə mənfi 2. Yəni D variantı. Ama mənfi qiymət dediyinə görə mənfisini götürür. Bəli. Cevap olur D var. Biri müsbət olacaq, biri mənfi köklərimiz. Ama Bəli. bizden mənfini istədiyinə görə mənfini götürür. 77. Düzbucaqlının uzunluğu enindən 4 cm böyük və sahəsi 165 cm olan perimetrini tapın. Mən burada Biri x'tısa biri x plus 4'tü. Bunları vurup bərabər 165. 165-ə Ay, x sağ kvadrat gəlsin 4x çıxılsın 165 bərabər 0-a. Mən 11 ilə mənfi Buranda 11, 165 eləməli, toplayanda mənfi 4 eləməli. 11 ilə Ama mənfi mənfi 165 eləməli. 11. A da bərabərdir 11-ə, B də bərabərdir 15-ə. Perimetrini də tapanda toplayıb 2-yə vuraq eləyir 52. Deməli biri 11 oldu, biri 15 oldu. Topladın 26. 26'nı da 2'ye vurdun. Neçə elədi? 52. Yəni B variantı. Bəli. Burada qalsın.